Salam değerli şagirdlər və abituriyentlər. Bildiyimiz kimi bugün 24 may tarixində Dövlət İmtahan Mərkəzi 3-cü qruplar üçün blok imtahanı keçirdib. İndi gəlin orada imtahanda istifadə olunan Azərbaycan dili suallarının izahına baxaq. İzaha keçməmişdən öncə bu tipli izahla tez-tez gəlməyini istəyirsə dəstək olmaq üçün abunə olmağı və videolarımızı paylaşmağı unutmayın. İndi gəlin başlayaq birinci sualdan etibarən. Demək, deyir ki, verilmiş sözlə mənasına uyğun frazeoloji birləşməni müəyyən edin. Fərəhlənmək xoş bir hadisə olur. İnsan fərəhlənir, eləmi? Qürur duymaq mənasında bəyənir, bir də ruhlandırmaq. Bax, gözü tutmaq nədir? Bəyənmək mənasındadır, eləmi? İlham verir. Yəni onu ruhlandırır, ona ilham verir, eləmi? Sonra fərəhlənmək ürəyi sinəsinə sığmamaqdır. Könlünə yatmaq da bəyənmək mənasındadır, eləmi? Özünə sığışdırmamaq hər hansı bir pis bir iş olur. Bunu özünə sığışdırmaq, bu belə bir variantımız yoxdur. Demək olacaq 1-ə C, 2-ə A-Y, 3-ə B. Hansı nümunədə müxtəlif məna növünə aid iki ədad işlənib? Siz məgər sualdır mı? Sual. Bu getdi. Bax, dadə burada bağlayıcı uşaqlar. Sən də hər şey bilirsən. Başqası da bilir deməli. Sən bunu burada ədad bir dənə axıdır. Bu getdi. Onun əlləri də, həmçinin onun əlləri bu bağlayıcıdır, üzü də bağlayıcıdır, eləmi? Kimi də qoşmadı, yəni bir dənə ədatımız var burada. Ancaq məhdudlaşdırıcıdır, yalnız da həmçinin ki də bağlayıcıdır. Bax, ki ədat, eləmi? Bəstə sual, qüvvətləndirici və sual ədatları cavabımız olacaq Y variantı. Verilmiş cümlələrlə bağlı cədvəldəki yanlış fikirləri müəyyən edin. Bunu belə dairə edirik ki, səhv eləməyək, eləmi? O elə səhər axşam kürün qırağında dayanıb nəsə pıçıldayır. Bax, burada o əvəzlikdir. Elə necə sualına cavab vermir, burada bu ədatdır. İsmi əvəz edən əvəzliklərin məna növü fərqlidir. Bax, burada nəsə, bir də o. Biri qeyri-müəyyən əvəzlikdir, eləmi? Biri də şəxs əvəzlikdir. Bu doğru fikirdir. Səndən yanlış istədiyin götürmüsən. Yəni, bir olan variantları sildin. İşarə və şəxs, bax, işarə əvəzliyi yoxdur uşaqlar. Şəxs əvəzliyi var, amma işarə əvəzliyi yoxdur. Ona görə 2-ni götürürsən. Sonra, Lalə bütün bunları bilsə də hey danışır, bəlkə də bizə təskinlik vermək üçün deyirdi. 3-ə baxaq. İşarə əvəzliklərinin biri ismi. Lalə, bax, hər öz bütün işarə əvəzlikləri hansıdır? O, yox. O, bu, elə, belə, həmin. Hər öz bütün filan edir, təyin əvəzliklər. Bu təyin əvəzlikdir, getdi. Bunları bilsə də hey danışır, bəlkə də bizə şəxs əvəzliyidir. Təskinlik vermək üçün deyirdi. Burada heç işarə əvəzliyi olmaz ki. İşarə əvəzliklərin biri ismi, digəri sifət əvəz etmişdir. Lalə bunları bilsə də, eləmi? Hey danışır, bəlkə də modal sözdür, təskinlik vermək. Bəli, yoxdur. Elə 3 yanlış fikir olduğu üçün 3-də götürəcəm. Ona görə 4-də silirəm. Sonra D-ni daha doğrusu silirəm. Yəni 4-ü oxumağın heç bir mənası yoxdur əslində. Qrammatik şəkilçi qəbul etmiş əvəzliklərin məna növü fərqlidir. Demək, məna növü fərqli. Bu nədir? Şəxs əvəzliyidir. Sonra bunları, bu da var da bu. Bu da işarə əvəzliyidir. İşarə əvəzliyi bir dənə var imiş burada. Belə, bu da doğru fikirdir. Biri işarədir, biri şəxsdir. Bu da getdi. Atsan, ev eşik, sənin bu qoca əldən düşmüş vaxtında nəyinə gərəkdir? Əvəzliklərdən hər biri müxtəlif məna növünə aiddir, deyir. Sənin şəxsdir, eləmi? Bu işarədir. Demək, nəyinə? Bu da sual əvəzliyidir də. Hər biri fərqlidir, düzdür. Demək, qaldı cavabın 6. Şəkilçi ilə işlənmiş əvəzliklərin quruluş növü fərqlidir. Sənin də sadədir, nəyinə də sadədir. Yanlışdır, quruluş növü fərqli deyil. Cavabın olacaq C variantı. Sual işarəsinin yerində hansı söz yazılsa, hər kiçik üçbucaqdakı verilən iki fikirdən yalnız biri həmin sözə aid olar. Bu sual 2014-cü ildə qəbul imtahanında istifadə olunan bir sualdır. Yəni, eyni prototipdir, ortada sual işarəsinin verilməsi və s. Gəlin baxaq. Demək deyir ki, eyni iki samitdən istifadə olunub. Operator. Burada eyni iki samitdən istifadə olunan yoxdur, var. 2 dənə R var. Eləmi? Cingidli samitlərin sayı kar samitlərin sayından çoxdur.
P, T. 2 dənə kardır, 2 dənə cingiltilidir. P, T kar, R cingiltili, elə deyil. Demək, 2 cingiltili, 2 kar. Eyni 2 samitdən də istifadə edilib. Elə deyil. Çoxdur dediyi üçün biri uyğun gəlmir, amma bu uyğun gəlir. Eyni 2 samitdən istifadə edilib. Yəni, hələ ki, operatoru mən bura yaza bilirəm. İndi buranı yoxlayaq. Tərkibində uzanan sait var. Operator, uzanma yoxdur. Ahəng qanuna tabe deyil. Ahəng qanuna tabedir. Eləmi? Sait vardır deyə. Operator. Uzanma yoxdur. Eləmi? Ahəng qanuna tabe deyil. Demək, bu şərtə uyğun gəlmir, amma bu şərtə uyğun gəlir də. Hələ ki, yenə də bunu burada saxlaya bilirəm. Buranı da ödədik. Yəni, belə eləyək də, buranı da ödədik. Gəlib, baxaq bura. Açıq saitlərdən biri dodaqlanandır. Operator. Bu A olacaq da. Biri dodaqlanandır, düzdür. Deyilişli yazışı fərqlənmir, fərqlənir. Gördüyünüz kimi burada uyğun gəldi. Elə cavabımız burada olacaq A variantı. Heç o birisləri bir-bir yoxlanmağa bəncə ehtiyac yoxdur, vaxt gedir. Bu şəkildə yoxlayırız. Zaur, Hafiz, Xəlil yəqin ki, sifariş edilmiş əşyaları sabah ünvana çatdıracaqlar. Baxın, bunu iki cür düşünə bilirsən. Bax, deyirsən ki, Zaur, bunu elədin xitab. Hafiz, Xəlil, mübtəda, eləmi? Ünvana çatdıracaqlar nəyi, əşyaları, eləmi? Tamamlıq. Hansı əşyaları sifariş edilmiş? Məsəl üçün, nə zaman? Sabah, hara ünvana. Bunları da belə eləyək, yaxşı. Bir də var, düşünürsən ki, bunu Zaur, Hafiz, Xəlil, yəni həmcəs 3 dənə mübtəda kimi düşünürsən. Deyir ki, cümlənin sintak təzyiqinin müxtəlif formunu düşünə bilər. Bəli. Bir var 2 tamamlıq mübtədadan düşünərsən, bir də var 3 mübtədadan düşünə bilirsən. Bu doğrudur. Sən də yanlış fikir istəyir. Tərkibində xitab işləndiyini demək, düşünmək olur. Bəli. Zauru mən xitab kimi də düşünə bilirəm. Birinci sözü mübtəda kimi də düşünə bilirəm. Bu da doğru fikirdir. Həm müəyyən şəxs, həm də qeyri-müəyyən şəxs cümlə kimi düşünülə bilər. Xeyr, uşaqlar, baxın, hər iki halda bir var 2 mübtəda olar, bir də var ki 3 mübtəda olar. Yəni istənilən halda burada mübtəda var da, sən bunu necə qeyri-müəyyən şəxs cümlə kimi düşünə bilərsən? Bu yanlışdır. Cümlədə uzlaşma əlaqəsinin olduğunu əminliklə demək olar. Təbii ki, yəni istənilən halda mübtəda xəbər var da, yəni uzlaşma əlaqəsi var. Doğrudur. Güman, şübhə bildirən ara söz işlənib. Eləmi? Təyin söz birləşməsi. Bax, sifariş edilmək söz birləşməsi deyil. Ol, et, elə, özünə və sözlə birlikdə mürəkkəb feil yaradır. Söz birləşməsi deyil. Ona görə cavabım burada oldu. 3 və 6. Məchul növdə işlənmiş feil xəbər şəklində deyil. Xəbər şəklində olmayan məchul növü axtarın. Bax, ar, acaq, d, d. Bir dənə malı məli vacib şəklindədir. Cavabın olur B variantı. Sonra 7. El evincəqrəm əsasında doğru fikirləri müəyyən edin. Qəsəbəyə yaxınlaşdıqca insanların hay-küyü eşidilir. Həyətlərdə tonqallar gözə çarpırdı. Dənizdən əsən külək sahildə duyulan neft qoxusunu qovub uzaqlara aparırdı. Demək, deyir ki, biri bura yazıb. İsimlərdən biri quruluşuna görə mürəkkəbdir. Qəsəbə sadədir, eləmi? İnsanlar sadədir, hay-küy mürəkkəbdir, eşidilir. Həyət sadə, tonqal sadə, eləmi? Belə. İsimlərdən biri mürəkkəbdir, uyğun gəldi. 2 də yoxlamaq lazımdır. Belə hallarda Venn diaqramını bilirsiniz də. Dəniz sadə, külək sadə, sahil sadə, eləmi? Duyulan neft, qoxu. O düzdür. İkinci də mürəkkəb yoxdur. Yəni biri götürəcəm doğru fikir kimi. Sonra mənsubiyyət çəkicilə isim adlı haldadır. Gəlin baxaq, qəsəbəyə yönlük haldır. İnsanların yəlik, hay-küyü mənsubiyyət eşidilir nə? İnsanların hay-küyü adlı haldadır. Həyətlərdə tonqallar gözə çarpırdı. Burada doğru fikirdir, amma ikini də yoxlamaq lazımdır. Dənizdən əsən külək. Dənizdən yəlik, çıxışlı qal, külək, sahildə duyulan neft qoxusunu. Neftin qoxusu, bu yiyəlikdir, bu mənsubiyyətdir. Burada da görürsən, hal şəkilçisi var. Elə deyil, qovub uzaqlara aparırdı. Belə, demək, sonra bütün isimlər ümumidir. Bütün isimlər, baxaq, qəsəbə, insan, hay-küy,
Hamısı ümumi isimdir. Burada da ümumi isimdir. Xüsusi isim heç birisi yoxdur. Bu böyük hərflə yazılması bunların xüsusi isim olması demək deyil ki. Hamısı xüsusi isimdir. Yəni 1, 2, 3 cavabın olur C variantı. Lakin yerinə yoxlayaq. 4-ü məsələn yoxlayaq. Yerlik halda olan isim yer zərfliyi vəzifəsindədir. Burada demək insanların hay-küyü eşidilir. Həyətdə tonqallar harada? Həyətlərdə yer zərfliyidir. Eləmi? Neft qoxusu hansı neft qoxusu? Sahildə duyulan. Burada fe'l sifət tərkibinin daxilindədir. Ona görə 4 getdi. Eləmi? 4 də getdiyi üçün avtomatik sənin cavabın yenə də C variantı qaldı. Belə. Nümunədəki köməkçi nitq hissəsinə işlənmə ardıcıllığını müəyyən edin. Kaş ki ədatdır. Eləmi? Bunu çaşıb şey eləməyin. Bu əvəzlikdir və köməkçi nitq hissəsi deyil. Doğrusu modal sözdür, bilirsiniz. Sonra burada saraylara düşməsəydim bu heç saray isim, yanıldım, uyub, aldandım, modal söz. Bu niyə bağlacı götürüb ki? Güman ki, bu dağlardakı qazıntı yerlərinin çertyoju idi. Modal sözdür. Bu doğrudur. Eləmi? Bu işarə əvəzliyidir. Nə sualına cavab verir? Bu dağlarda vergül də var axı. Nə sualına cavab verir? Doğrudur. Dağlardakı quruluş düzəltmə yer zərfidir. Bax, bu dəfələrlə bunu vurğulamışıq ki, dakı və ki şəkilçi sifət düzəldir. Bugünkü, sabahkı, bunlar zərflər deyil. Dağlardakı da həmçinin zərf deyil, sifətdir. Yəni 3 əminliklə rahat silə bilirsən. Cavabında qalır ya 1, 2, 5 və yaxud da 1, 2, 6. 5-ə baxaq. Yerlərinin sadə isimdir. Cəm, mənsubiyyət və hal şəkilçisi qəbul edib. Dağlardakı qazıntı yerlər, qazıntının yerləri mənsubiyyət. Buradakı hallarda cəm. Cəm var, mənsubiyyət var, hal var. Eləmi? Düzdür. Çertyoju isimdir, təsirli haldadır. Demək, yox. Bax, yerlərinin bu yerlik, çertyoju mənsubiyyət. Hamısı birlikdə xəbərdir. Bu heç. Qazıntının yerləri, qazıntı yerləri. Bu da xəbərin içində gedir bu arada. Amma yəni mənsubiyyət də bu təsirli hal deyil. Çünki bu yerlik, bu da bunun mənsubiyyəti. Yəni cavabın olacaq 1, 2, 5 burada E variantı. Sonra müqayisə cədvəlinə əsasən uyğun fikirləri müəyyən edin. Bu sözlər mənə bir neçə saatdan sonra açılacaq. Bax, burada uşaqlar cədvəli bu şəkildə verib deyə bilirik ki, bunu Venn diaqram üsuluna uyğun həll etməliyik. Demək, söz birləşməsi mübtəda ifadə vasitədir. Gəl baxaq. Bu sözlər mənə bir neçə saatdan sonra açılacaq bahar səhəri kimi təzə və parlaq bir həyat vəd edir. Vəd edir. Nə həyat? Mübtəda ifadə vasitəsi deyil axı. Getdi. Fe'li birləşmə xəbərin ifadə vasitəsi kimi çıxış etmişdir. Vəd etmək. Ol, et, elə. Bu birləşmə deyil. Olsa belə fe'li birləşmə olmaz da ki. Bu da yanlış fikirdir. Səndən nə istəyir? Uyğun fikirlər istəyirəm. Mübtəda cəm şəkilçi qəbul etmiş isimlə ifadə olunur. Gəl baxaq. Pəncərənin pərdəsini yellədərək içəri dalan yaz küləyi sanki özü ilə yeni duyğular gətirir. Bax, nə gətirir? Yaz küləyi. Bu söz birləşməsi ilə ifadə olunur mübtəda. Yeni duyğular gətirir. Nəyi gətirir? Duyğuları. Bax, burada bunun sənin tamamlıqdır. Bununla qarışıq salmaq istəyirsən də. Cəm şəkilçi qəbul etmiş isim. 3 də yanlışdır. Cavab çıxdı da. İsmi birləşmə baş üzvlərindən birinin ifadə vasitəsidir. Bəli, mübtədanın ifadə vasitəsidir. Xəbərin ifadə vasitəsi indiki zamanda işləmiş feildir. Bax, gətirir. İndiki zaman, eləmi? İndiki zaman. Bu da düzdür. Xəbər uzlaşma əlaqəsində aslı tərəfdir. İstənilən halda mübtəda var, xəbər aslı tərəf orada. 4, 5, 6. A variantı. Çox çətin deyil deyə düşünürəm. Baxın uşaqlar, 10-cu suala gəlib çıxmışıq. Yəni burada ekstra çətin olan bir sual yoxdur. Nisbətən vaxt apara bilir, amma bu blok da yenə vaxt aparmalıdır. Nümunələrə əsasən uyğunluğu müəyyən edin. Yalnız ismi birləşməyə aid, həm ismi, həm feili birləşməyə, həm də söz birləşməsinə aid nümunə yoxdur. Nə gözəl yaraşır Muğana ceyran. Nə gözəl yaraşır Muğana. Bu da söz birləşməsi yoxdur. Yəni 3-ə gedəcək bu A. Məsələn, bunları getdi.
Bizə meydan oxuyanlar fe'li sifət tərkibi. Eləmi? Bilməlidir ki, vətən əsla başqası yoxdur. Sadəcə fe'li birləşmə olan variant var? Yoxdur. B ona görə heç birisinə aid deyil. B heç birisinə aid deyil. A-nı da buna görə sildim. Çünki B ola bilməz. Sonra sanki dəhrə ilə dağı çapıb, eləmi? Dağı çapıb. Sonra parça qoparmış. Qövs-ü orada həkk etmiş, qoparmışdır. Həkk etmişdir. Burada da yenə ismi birləşmə yoxdur. Yalnız ismi birləşmə. Heç birisi deyil. Axı, C də heç birisinə aid deyil. Zaten C aid olan bir variantımız da qalmayıb. Belə baxanda heç ona baxmaq ehtiyac yox idi. Oğuz bəyləri bunu görüb əl çaldılar. Demək, gülüşdülər. Oğuz bəyləri. Bax, Oğuzun bəyləri. Bu yiyəlik, bu da mənsubiyyət ismi birləşməsi. Elə bunu görüb də fe'li birləşməsi. Həm ismi, həm fe'li birləşmə olan hansı idi? D. 2-də, eləmi? 2-də. Cavabı nə oldu? B variantı. Demək, Azərbaycanın hər güşəsində bu ismi birləşmədir. Əsrarəngiz gözəllik də ismi birləşmədir. Başqa fe'li birləşmə də yoxdur zaten. Demək, 1-ə də Y. Cavab oldu B variantı. Sonra. Hansı nümunələrdə həmcins üzvlər mübtəda ilə sintaktik əlaqədədirlər? Gəlin baxaq. Həmcins üzvlər mübtəda ilə sintaktik əlaqədir. Baxaq, demək, mübtəda ilə sintaktik əlaqəyə girməyənlərdə mübtəda tamamlıqla girmir, mübtəda zərfliklə girmir. Elə deyil. Yəni, bunlar olmadığı, yəni tamamlıq və zərflik olmadığı müddətcə həmcinslər cavabını götürə bilirsən də. Dostlarının fikrincə o, mərd, sözü bütöv adam idi. Mərd və sözü bütöv. Necə adam idi? Bax, mübtəda adam idi. Kim? O. Mərd, sözü bütöv. O mərd, o sözü bütöv. Əlaqəyə girmədi. Sonra, o yazıcı, şair və rəssamları salonda, bu konsert salonunda tez-tez görürdü. O görürdü, əlaqəyə girir. O yazıcı, o şair, o rəssamlar bir-birinə əlaqəyə girmədi. Son dəvlə geyinmiş, seyrəlməkdə olan saçlarını arxadan uzatmış adam, hansı adam saçlarını arxadan uzatmış, eləmi? Son dəvlə geyinmiş. 3-ü götürürsən. Sonra Leyla muzeylərdə, sərgilərdə onun bəzi rəsm əsərlərinə xüsusi maraqla tamaşa etmişdi. Leyla muzeylərdə, sərgilərdə, bax, yenə də əlaqəyə girmirlər. 4 də getdi. Ay dağlar arxasında oğrun boylanaraq ona baxdı. Məftun oldu. Ay baxdı, ay məftun oldu. Bunu da götürsən, əlaqəyə girirlər. Uca boylu, ağbəniz, gözəl bir qadın. Qadın, hansı qadın? Uca boylu, ağbəniz, gözəl. Bəli, bu da əlaqə girir. 3, 5, 6 cavab olacaq. B variantı. Sonra 13-ə baxaq. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Demək, səmanın bir küncündə tək bir ulduz parlayırdı və bu ulduzun işığında hər şey daha sakit, daha dərin görünürdü. Həmcins zərfliklərin iştirak etdiyi sadə cümlədir. Baxaq, səmanın bir küncündə tək bir ulduz parıldayırdı və bu ulduzun işığında hər şey sakit, dərin görünürdü. Görünürdü necə sakit, necə dərin. Və sadə cümlə istəyir. Səmanın bir küncündə tək bir ulduz parıldayırdı. Parıldayırdı. Nə? Ulduz. Və bu ulduzun işığında hər şey, nə hər şey? Eləmi? Görünürdü. Demək, mübtəda xəbər var, həqiqi tərəfin sadə cümlə olmadığı üçün bir getdi. İlk baxışdan həmcins zərfliklər var, sakit, dərin, eləmi? Amma sadə cümlə deyil axı bu. Ona görə bir getdi. Sonra tabiəsizlik əlaqəsindən istifadə olunmuşdur. Doğru fikirdə, yəni burada tabiəsi mürəkkəb cümlədir və tabiəsizlik əlaqəsindən
istifadə olunub. Səndən yanlış fikir istədiyi üçün bu da getdi. Demək, birinci şeydən heç nə götürmürsən. Cavabın çıxırdı avtomatik olaraq. 3-4 qalır. Baxaq. Hər iki tərkib hissə müəyyən şəxsli nəqli cümlədən ibarət tabis mürəkkəb cümlədir. Baxaq. Qadın pəncərədən çölə baxır. Yağış damlaları. Demək, baxır kim? Qadın. Müəyyən şəxs cümlədir. Yağış damlaları üzərində. Yağış damlaları şüşə üzərində iz saldıqca şirin xatirələr bir film kimi gözlərin önündən keçirdi. Nə? Xatirələr keçirdi, eləmi? Gözlərin önündən keçirdi. Mübtəda və xəbərdən ibarətdir. Nəqli cümlədir. Tabiiz mürəkkəb cümlədir. Düzdür də. Təyinlə söz birləşməsi ilə ifadə olunub. Pəncərədən çölə baxır. Yağış damlaları şüşə üzərində iz saldıqca xatirələr bir film kimi gözlərin önündən keçirdi. Təyinlər söz birləşməsi ilə ifadə olunmuşdur. Burada təyin şirindir, elə deyil. Söz birləşməsi ilə ifadə olunmuyor da, yanlış fikir istəyir. Ona görə 4 yenə götürürsən. 3 və 4. Düz söz zərf kimi işləmişdir. Feilə bağlıdırsa, yəni feillə əlaqəlidirsə, düz danışaq. Bax, görsən, feildir. Daha doğrusu feilə aiddir. Feilin tərzini bildirir, zərfdir. Düzdür, feildir burada. Düz qabağında, tam qabağında ədatdır. Düz yol, sifətdir. Eləmi? Düz materialların dağlarla əhatə edilmiş bu düz, bu da isimdir burada. Zakir dostu Fərruxa dərhal telegram göndərdi ki, onun bugün gələcəyini, doğma qardaşına da söyləməsin. Göndərdi ki, baş və budaq, eləmi? Birinci tərəf baş cümlə, ikinci tərəf budaq cümlə. Dərhal telegram göndərdi ki, onun bugün gələcəyini doğma qardaşına da söyləməsin. Deyir ki, yanlış fikirdir. Baxaq. Budaq cümlə, baş cümlə, iki bağlayıcı ilə bağlantı düzdür. Həm baş, həm budaq cümlə müəyyən şəxsli cümlədir. Bax, göndərdi. Kim? Zakir. Söyləməsin. Onun bugün gələcəyini doğma qardaşı söyləməsin. O söyləməsin. Eləmi? O söyləməsin. Müəyyən şəxs cümlədir. Düzdür. Baş cümlədə ikinci dərəcəli cümlə üzvlərinin hamısı işlənib. Dostu Fərruxa. Kimə Fərruxa? Hansı Fərruxa dostu? Dərhalda zərflikdə hamısı var. Telegramı göndərdi ki, tamamlıq. Hamısı var burada belə. Budaq cümlədə işlənən tamamlıqların hər ikisi söz birləşməsilə ifadə olunub. Demək, kimə söylədi? Qardaşına. Hansı qardaşına? Doğmaya. Bu ikisi birlikdə bir tamamlıq deyil. Baxın, onun gələcəyini olar. Amma ikinci tərəf olmur axı, yanlış gəlir. Cavab D variantı. E də zaten doğrudur. Birinci tərəf baş cümlə gəlir, çünki 2 ilə işlənib. Yenicə tezcə yoxdur və bərpa edə bilmirsənsə, birinci tərəf baş cümlədə bildiyimiz kimi. Nümunələrdə tək sözün hansı nitq hissəsidir? Baxaq. Açır piyalə tək, ağzını zambaq. Piyalə tək, piyalə kimi. Eləmi? Bu olacaq qoşma. Sonra tək əllə, tək əl sifət olacaq. Tək yeyən zərf olacaq. Tək sənsən, yalnız sənsən, bu da ədat olacaq. Qoşma, sifət, zərf, ədat. Söz birləşmə, feilə aid olanda zərf oldu, sifətə aid olanda, daha doğrusu ismə aid olanda sifət oldu, eləmi? Söz birləşməsi ilə ifadə olmuş tamamlıq işlənib. Ziyanın yarısına dönmək xeyirdir. Nə? Ziyanın yarısına dönmək. Bu getdi. Burada tamamlıq yoxdur. Tamamlıq yoxdur. Tamamlıq yoxdur. Onun əlindəki balaca saz, hansı saz, balaca hansı onun əlindəki. Yadigar qalmışdı kimdən? Atasının dostundan. Bəli var, atasının dostundan. 2-ni götürəcəm. Elə deyil. Sonra babam həmişə dostunun məzəli söhbətlərindən danışardı. Nədən danışır? Dostunun söhbətlərindən danışardı. Bax, hamısı birlikdə tamamlıq. 2-3. Sonra bir sıra qəzetlərdə məqalələri çap olunmuşdu. Nədə qəzetlərdə nəyi çap olunmuşdu? Məqalələri. 4. Onlar daim işıq və səadət içində olan uşaq, hansı uşaqla işıq və səadət içində olan kimə uşaqlara da getdi. Zaten cavabım burada olur 2-3. Klaster tamamlayan fikirləri müəyyən edin deyir. Qrammatik normaya uyğundur. Uşaqlar aktyorları alqışlayırdılar. Demək, uşaqlar bax
xəbərdir, mübtəda cəmdədir daha doğrusu. Xəbər də cəmdədir. Bu uyğundur, qrammatik normaya uyğundur. Sonra çapdırır atını birbaşa dünya. Söz sırası pozulub qrammatik normaya uyğun deyil. Yəni bir getdi. Bir getdim. Gənclər yeni arzulara qovuşmaq üçün inamlı irəliləyirdilər. Baxın, gənclər irəliləyirdi. 2-ni götürə bilirsən, bura qoya bilirsən. Demək 3 5 də getdi. Ya 2 4 ya 2 5. Əsər, film və ssenari bir-birindən fərqlənirdi. Ayaq izlərimiz qarın üzərinə çıxır, yaratdı. Cəmdə işləndiyi üçün xəbərin cəmdə olması lazımdır, eləmi? Burada 4-ü əlavə edirsən, cavabın olur A variantı. Bir dəqiqə fərqlənirlərdi. Burada şəkilçi yer dəyiş baxı. Fərqlənir deyirlər olmalıdır. Nə deyil? 4 olmaz burada. Norma pozulub burada da. Bax, mübtəda cansız əşyanı bildirdiyi üçün xəbər təkdə olmalıdır. 2-5-dir, 2-5-dir. Burada şəkilciyə diqqət eləmədim. Sonra 19. Durğu işarələrini müəyyən edin. Ev sahibi qonağın əlini sıxa-sıxa otur. Ev sahibi qonağın əlini sıxa-sıxa otur dedi. İndi gələcəklər. Bax, müəllifin sözü ev sahibi qonağın əlini sıxa-sıxa. Burada qoşa nöqtəni qoydu. Eləmi? Otur, dırnağı açdı, vergül tire dedidən qabaq sonra, indi gələcəklərdən sonra da şey bağlanır. Durğu nə deyir? Nida bağlanır. Nida nə deyir? Dırnaq. Demək, hansı durğu işarələr buraxılıb? Bax, qoşa nöqtə dedik. Eləmi? Dırnaq açdıq, vergül tire dedik, vergül tire dedik, sonra dırnağı da bağladıq. Demək, qoşa nöqtə dırnaqlar 2,2-dir. Addaca. Sonra hansı cümlədə mübtədanın əlavəsi işlənmişdir? Hər səhər əlinin bacısı qaymağı qonşuya, Zümrüd xalaya kimə? Tamamlıqdır. Qarabağa, bu qədim və gözəl diyara heyranam. Kim mən? Hara? Sualına cavab. Haraya? Qarabağa. Haraya heyranam, bu gözəl diyara. Hara sualına cavab verən söz həmçinin haraya sualına da cavab verirsə olur zərflik. Həmçinin də xəbərlə şeylə də əlaqə yarat. Heyranam, kim mən? Görsən, mən olmalıdır, yəni mübtədası, Qarabağ olmalı deyil. Sonra, həm də yönlük halı var da zaten. Qızlardan birini, Günayı çox bəyənmişdim, kim mən? Rəfiqə, Vəndamlı İbrahim Xəlilin anası çox müdrik qadındır. Qadındır. Kim? Rəfiqə. Kim? İbrahim Xəlilin anası. Həmcins. Daha doğrusu mübtədanın əlavəsi. Xala 2 gündən sonra şənlikdir. Südabənin ad gündür. Bu da xəbərin əlavəsidir. Rahat düşüb məncə suallar. Hansı 2 sözdən biri bütün tələbləri ödəsə də digəri heç bir tələb ödəmir? 2 sözdən biri var. Rahat düşüb dediyim sırası şeylədir. Düşündürücü sual çıxdı qarşımıza. Hansı 2 sözdən biri bütün tələbləri ödəsə də digəri heç bir tələb ödəmir? Baxaq. Kökü feilli amonimdir. Sıx sözün kökü feilli amonim. Bax, demək sıxdır. Eləmi? Laş sözü şəkilçisi adların üzərinə artırıldığı üçün buradakı sıx sözün kökü feil deyil və digər məna tay feil olduğu üçün kökü feilli amonimdir. Düzdür. Başqa sözlə eyni köklü ola bilər. Ola bilər. Ola bilər. Digər mənasız sifət olan sözlə ola bilər. Sonra leksik şəkilçilərlə işlənib düzdür. Tərkibinə görə təhlil 2 cür düşünülür. Tərkibinə görə təhlil bunu 2 cür necə düşünək? Sıxlaşdı. Laş leksikdir. Dıdı qrammatikdə. Bu 2 cür düşünülür. Yəni bütün tələblər ödəmədi. Getdi. Dimində kökü zaten feildir. Şeydən deyil. Yəni feilli amonim deyil. Qırıcılar. Sözün kökü nədir? Qırmaq. Bu feilli amonim deyil. Sözün kökü özü feildir. Qavramaq. Heç. Daşlamaq. Daş. Bax sözün kökü feilli amonimdir. Eləmi?
Başqa sözlə eyni köklü ola bilər. Leksik şəkilsel işlənib, düzdür. Daşlatmaq ağda birgə götürülür, elə demək deyil. Tərkibində görə təhlil iki cür düşünülə bilər. Daşladaq, gəl daşladaq, ağ birgə, çaş daşladaq, ağ. Düzdür, iki cür təhlil oluna bilər. Hamısına uyğun gəldi. Dağıntı isə heç birisinə uyğun gəlmir. Bu sadə sözdür ümumiyyətlə. Yəni sadə söz eyni köklü ola bilməz. Sadə sözün kökü feillə homonim, bu sözün özü kökdən ibarətdir. Feillə də homonim deyil. Zaten şəkilçi işlənməyib, iki cürdə düşünülə bilməz. Yəni cavabın olacaq D variantı. Orfoepik normanın pozulduğu cümlələri müəyyənləşdirin. Yəni tələffüz şəkli səhv verilməlidir. Orfoepik deyir də, böyle deyil. Bir çox insanlar problemlər qarşısında aciz qalır. Bu düzdür. Acizdə uzanma var. İnsanlar olmalıdır. Problem yox, problem olmalıdır. Düzgün yazılıb da yəni burada. Arıq oğlan. Bax özünə sonra saitlə başlayan söz gəldiyi üçün q kimi tələffüz olmadı. X kimi yox. Birinci. Cavanlar bulaqdan xıdır, düzdür. Qızlarla qarşılaşdılar. Eləmi? Burada da heç bir problem yox. Öz ixtirasını təkmilləşdirən ixtiradıdan olmalıdır. Alim Fransaya məlumat göndərməyə nail oldu. Günəş üfüqdən boylananda yolçular yola düşdülər. Üfüq K-dan olmalıdır. Bu doğru fikirdir. Cavabın olur 2-4. İxtira. Sonra verilmiş cümlə ilə bağlı uyğunluğu yorğuram deyəsən. Səhv görürəm. Verilmiş cümlə ilə bağlı yanlış fikir istəyir. Uyğunluq nədir? Yeni gələn adam həyata daxil olub. Darvazanın böyük qapılarını taybatay açdı. Bütün ikinci dərəcə cümlələrdə iştirak edib. Bu dərd deyil. Açdı. Kim? Adam. Hansı adam? Yeni gələn. Demək, necə açdı? Taybatay. Darvazanın böyük qapılarını nəyi? Tamamlıq. Nə tərzdə açdı? Həyata daxil olub. Feili bağlama tərkibi. Bütün ikinci dərəcə cümlə özləri var. Demək, təyin var, tamamlıq var, zərflik var. Bu doğru fikirdir, eləmi? Amma səndən yanlış fikir istədiyi üçün bu getdi. Yanlış fikir istəyir, götürməmək lazımdır. Zərfliklərin ifadə vasitəsi eynidir. Xeyr, eyni deyil. Biri feili birləşmədir, biri söz sadə. Feili birləşmələrin hər biri müxtəlif cümlə üzvlərinin ifadə vasitəsidir. Bəli, biri təyindir, biri zərflikdir. Bu da doğrudur. Qrammatik əsası təşkil edən cümlə üzvləri nitq hissəsi ilə ifadə olunmuşdur. Qrammatik əsası təşkil edən cümlə üzvləri. Yəni mübtəda və xəbər nitq hissəsi ilə ifadə olunub, bu da düzdür. Nitq hissəsi ilə ifadə olunmuş ikinci dərəcəli cümlə üzvü yoxdur, var, zərflik var. Həm söz birləşməsi, həm də nitq hissəsi ilə ifadə olunmuş təyin işlənmişdir. İkinci təyin yoxdur. Cavabını alacaq 2, 5, 6. Sonra verilmiş cümlə ilə bağlı doğru fikirlər müəyyən deyir. Mən arzularıma həmişəlik vida edib kiçik bir kənd klubunda işləməyə gedirdim. Əvəzliklər müxtəlif məna növündədir. Mən şəxs deyil, özdə hər öz bütün təyini. Eləmi? Düzdür. Biri götürəcəm. Hal şəkilçisi qəbul etmiş bütün sözlər isimdir. Arzularım isimdir bu. Vida edib kiçik bir kənd klubunda isimdir. İşləməyə yönlük al və işləmək feildir. Bu yanlışdır. Eləmi? Sifət adi dərəcədədir. Kiçik adi dərəcədə. Elə deyil, bir kənd klubunda işləməyə bəli. Feillərin hər birinin quruluşca növü fərqlidir. Baxaq, demək, gedirdim, getmək, zaman, bu sadədir. Bax, iş, işlə, bu da düzəltmədir. Bu da düzdür. Feillərin hər birinin quruluşca növü fərqlidir. Zərfin müxtəlif məna növündən istifadə edilib. Zərf. Vida edib kənd klubunda bir dənə, bax,
Mən əvəzlik, öz əvəzlik, arzu isim, həmişəlik zərf eləmə. Vida etmək feildir. Kiçik sifətdir. Kənd klubu isimdir. İşləmək feildir. Gedirdim şeydir. Yəni zərfdir deyir də, zərflikdən söhbət getmir, elə deyil. Burada bir dənə zərf var. Müxtəlif mənada istifadə edilir, doğru deyil. Leksik mənası olmayan söz var. Yəni kiçik bir kənd klubunda, kiçik 2 kənd klubunda, 3 kənd klubunda deyir ki, bu ədadda var. Düzdür. Amma 4 də götürülməlidir. Feillərin hər birinin quruluş növü fərqlidir. 2 dənə feil var. Biri sadə, biri düzəltmədir. Sonra uzunluq ölçən. Bax, uzunluq ölçən. Belə olmalıdır. Nə deyil? Yağışdı, çiskinli. Yağışdı, çiskinli. Bu şəkillərdə. Nə deyil? Sonra kar qarşılığı olan 2 cingidli samit işlənmişdir. Kar qarşılığı olan. Yəni bunu fərqli rəngdən işləyək. Kar qarşılığı olan 2 cingidli samit işlənmişdir. Burada z-nın qarşılığı var, eləmi? G-nın qarşılığı var. Başqasının yoxdur. Sonra y-nın kar qarşılığı var, x-dir. G-nın var, d-nın var, t, g-nın var, k. Yəni yalnız birinə aiddir. Eləmi? Bu. Düzgün götürülür. Yəni birinci aiddə, ikinci aid olmadı gördüyünüz kimi. Sonra kar və cingidli samitlər yanaşı işlənmişdir. L, ç. Kar və cingidli samitlər. Bunu da fərqli rəngdən eləyək. Vaxt onsuz da gedən gedib. L, ç. Kar və cingidli samitlər yanaşı işlənib, eləmi? Ş-dı. Kar və cingidli samitlər s-c yanaşı işlənib. Burada hər ikisinin aid olduğu üçün ki, getdi. Sonra hər iki sözə aiddir. X samitinin cingidli qarşılığı işlənib. Q var. Burada da var. Yağışdır. Burada da var. X-nın üzr istəyirəm. X-nın cingidli qarşılığı Q-dır da. Bu üçü götürürəm çünki hər ikisine aiddir ama. Sözün deyişi ilə yazışı arasında 2 fərqli məqam var. 2 fərqli məqam var. Bu qədər rəng var. Mən niyə 3 dənə göstərsin? Neyse. Uzunluq ölçən 2 dənədir, eləmi? Bax, bir bu uzunluq, bu da G-da, 2 yerdədir. Amma burada çox olmalıdır, bildiyimə. Bax, yağışdı, çiskinli 3 dənədir. Bu 4 getdi. Hərflərlə yalnız ikinci sözə aiddir. Hərflərlə səslən sayı bərabərdir. Yağışdı, çiskinli. Uzunluq ölçən. İkisinə də aid daxı bu. Burada da səs artımı yoxdur, burada da yoxdur. Kar qarşılığı olmayan 2 samit işlənmişdir. Kar qarşılığı olmayan 2 samit. Demək, n-nı kar qarşılığı olmayan. Y-nın var, g-nın var, d-nın var, eləmi g-nın var, n-nı 2 dənə də düzdür. Yalnız ikinci sözü aiddir. Gəlin baxaq burada. Burada kar qarşılığı olmayan n-nı, bir də n 3 dənə, bəli düzdür. Demək 1, 3, 6. Sonra işlənmiş təsriflənməyən feillərlə bağlı doğru fikirləri müəyyən edin. Təsriflənməyən feillər gəlin birini seçək. Mən saralmış buğda zəmilərinin arası ilə yavaş-yavaş irəliləyir. Saralmış var burada. Təsriflənməyən feil. Sonra və bugünkü hadisələr haqqında düşünərək, deyilənlə düşünərək var. Deyilənləri var.
Sürücü maşından düşdü və palçığa bata-bata, bataraq, elə var. Uzaqdan görünən var, arasında gözdən itdi, başqa yoxdur. Birinci cümlədə həm indiki, həm də keçmiş zaman məzmunlu fe'li sifət var. Deməli uşaqlar, indiki zaman fe'li sifət an, ən. Keçmiş zaman məzmunlu fe'li sifət mış, miş, muş, muş. Düzdür. Sonra birinci cümlədə bütün təsvirlənməyən fe'llər tərkib əmələ gətirmişdir. Saralmış tərkib əmələ gətirmir. Eləmi? Kim, mən, mübtəda da özünə əvvəlki. Bütün təsvirlənməyən fe'llər tərkib əmələ gətir deyək ki, 7. Sonra hər iki cümlədə işlənmiş bütün fe'li sifətlər eyni qrammatik məna növündədir. Baxaq, saralmış sadədir, məlum növdədir. Deyilən kiminsə tərəfindən deyilməlidir. Bu artıq məlum növdə deyil. Eləmi? Sonra götür qoy edirdim. Demək, bu da yanlış fikir oldu da. Bütün fe'li sifətlər eyni qrammatik məna növündə deyil. İkinci cümlədə təsniflənməyən fe'llərin hər ikisi tərkib əmələ gətirib. Sürücü maşından düşdü və palçığa bata-bata. Demək, bata-bata uzaqdan görünən evlərin arasından gözdən itdi. Sürücü gözdən itdi. Nə tərzdə? Maşın palçığa bata-bata olar. Hansı evlərin uzaqdan görünən? Bəli, tərkib əmələ gətirib. İkinci cümlədə hərəkətin zamanını bildirən fe'li bağlama işlənib. Nə tərzdə? Tərz bildirir də bu, bataraq. Və səhvdir. 1 və 4. Axırıncı sualımıza gəlin baxaq. Müəyyən şəxsli, ümumi şəxsli və şəxssiz Mübariz İbrahimov öz qəhrəmanlığı ilə adını xalqımızın şərəf tarixinə yazdı. Demək, yazdı kim? Mübariz İbrahimov, müəyyən şəxsli cümlə. Məktəbimizə yaşıllıq salmaq üçün çoxlu ağac gətirdilər. Kim? Onlar. Qeyri-müəyyən şəxsli cümlə. Bu da yoxdur. Sonra yurdumuzun hər yerində gözəl təbiət mənzərəsinə rast gəlirsən. Sən rast gəlmirsən. Ümumi hər kəs rast gəlir. Bu ümumi şəxsli cümlədir. 2C. Sənədlərə diqqətlə nəzər salındı. Şəxsiz cümlədir. Mənim ora getməyimə yardım edəcəklər. Kim? Onlar. Bu da qeyri-müəyyən şəxs cümlə. Demək, 1-ə A, 2-ə C, 3-ə D. Belə uşaqlar. Yəni sualların çətinlik səviyyəsi o qədər də çətin deyil, amma gördüyünüz kimi vaxt alır. Yəni izah eləməyə 43 dəqiqə vaxt alır. Yəni düşünürəm ki, situasiya baxmadıq, cədvəllər yoxdur burada deyə. Düşünürəm ki, yəni yazıla biləcək suallar idi. Belə uşaqlar, hər hansısa bir sualınız varsa, rəy bölməsində yazmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşək.